Herkese salam dostlar. Sizlə mən Azərpaket 2026. Bu günləri mən sizin üçün yeni bir video çəkirəm. Bu video isə aldığım zır paket part 10. Maşallah. Part 10. Yəni videonun like atarsınız inşallah ki video maraqlı olsa. Yəni sona kimi izləyin. Yəni, aldığım zır paketlərin yeri isə axırda deyəcəm sizə. Sona kimi izləyənlər biləcək yəni. Kommentlərdə yazanlara isə cavablandırmayacağam çünki yəni demişəm də. Nəysə, gəlin başlayaq. Nədən başlayaq? Gəlin paçkalardan başlayaq. Bir ədəd blok almışam. Blok Maxim firmasının Mickey Mouse adlanan bir zır paketdir. Yəni qiyməti isə neçə idi? Heç neçə idi. Bir dəqiqə, 12 manat 50 qəpik idi. 12 Azərbaycan 50 qəpik. Bir dənə bundan qoyaq. Yəni içində nələr var? Yəni göstərim. İçində 10 ədəd paçka və 600 ədəd zır paket beləsindən var. Yəni bunlar da normal bir hop partlayır. Səs də yaxşı çıxır. Qiymətini dedim sizə. Mən bunları satmıram. İndən deyim elə 20 qatını versən satmayacağım. Çünki mən başımda yoxdur yəni satmağa. Satanlar isə tutulsunlar, heç nə demirəm. Nəysə. Gəlin sonra nəyi göstərim? Zukiləri göstərim. Zuki, bazuki. Bəli, bunlar nə adlanır? P1001 adlanır. P1001, bunun isə qiyməti bir dəqiqə, bunun isə qiyməti neçə idi? Heç neçə idi, siz deyin. Qiyməti neçə idi adımdan, heç çıxıb məndə. 50 qəpik hərəsinə vermişəm. Yadıma gəldi. Bunları oradan qoyum ki, yəni video böyük olacaq. Sonra nə var, nə yox məndə? Bundan vardı. Qiyməti 50 qəpik idi. Bunun isə Karsar gedir adı. Karsar 50 qəpik birinci dəfə yoxlayacağam. Sizə də almışam ki, göstərim. Sonra Maxim firmasının yeni bir zır paketli adını bilmirəm. Məncə orijinal deyil. Çünki açmışam, görmüşəm ki, belədir. Xoş gəliblər mənə. Qiyməti neçə idi? 1 manat idi. 1 manat idi. Biraz tez danışdım. Bəli. Bağışlayın. Qiyməti 1 manat idi. P23 isə 4 ədəd almışam. Qiyməti 1 manat idi. Bunun da yəni bunları yeni izləyicilərə görə göstərirəm. Yeni zır paketlərim ən axırda olacaq. Axıra kimi izləyin, maraqlı olsun videoda. Sonra nələr göstərim? Çox gözəl bir zır paket. P750. Qiyməti neçə idi? Neçə idi? 1 manat idi bunun da deyəsən qiyməti. Bəli, 1 manat idi deyəsən. P750. Bunlar düzüm yer olsun sonra. Sonra nələr var məndə? Titanlar var. Titan 1 və 2. 2 qardaşlar. Bir bacı qardaşlar məncə. Titan 1 və Titan 2 adlanan zır paket partlayıcı. Bəli. Sonra biraz belə eləyim kameranı. Sonra gəlin sizə pirat göstərim. Bağışlayın bir dəqiqə. Bəli, pirat göstərim. Super pirat. Qiyməti 1.50 idi. Yoxlamaq üçün almışam video üçün. Yaxşı görünsün video ona görə. Bəli, sonra MK27'lərim. Bunu görmədiniz inşallah. Videonun sonunda görəsiniz. Bəli, bunu 20 ədədini almışam. Blokuna neçə vermişdim? Bloku 15 ya 12 manatdır. Dəqiq qiyməti yadımdan çıxıb. Bir dəqiqə düzüm sizə bir dəqiqə. Bəli, MK27 qiyməti blokun 12 manat idi. 20 ədəd var içində. Göstərdim. Sonra maraqlı nələr var. Bunu belə qoyum ki, maraqlı görsənsin.
Opa. Bunu göstərməliyim hələ sizə. Bu yer fişəngidir. Grand Bloom Flower adlanan bir zır paket falan bir şeydir. Yəni qiyməti 1 manat idi. Onun da yəni almağa dəyər inşallah. Sonra gəlin bu EK 6207-ni göstərim. İnşallah tez bəli. Adı EK 6207 adlanır. Background. 4 ədəd almışam. 1 manat 50 qəpik ilə hərəsi. Almağa dəyər. Bəli, dəyər. Dəyər, yox, dəyməz. Dəyər. Sonra Zengalar qalıb. Zenganın qiyməti 1 manat idi. Hər il kimi bu ildə aldıq. İnşallah keçən il kimi olmayacaq. Keçən il partlamamışdı bu zibillər. Zibillərin əlində qalmışdım mən. Partlamayanları satanların evi yıxılsın. Qiyməti 1 manat idi. Maraqlıdır mı? Bəli, mənə də maraqlıdır. Bu nədir? Explosive P20 Maxim orijinal firması Explosive P20'si. Qiyməti isə neçə idi, yadımdan çıxıb. Qiyməti isə neçə idi. Blokla almışdım. Blokun qiyməti 12 manat idi, bəli, 12 manat idi. Çoxdan almışam, ona görə yadımda qalmır. Sonra gəlin bir dəqiqə bunu tez düzüm. Videolarımı bəyənin, zəhmət olmazsa. Yəni mənə də biraz dəstək olun ki, mən də videolarını tez-tez çıxardım, YouTube atdım. Yəni onsuz da ildə bir baxırsınız kanalıma, ildə bir zır paketləri gəlir, videoları gəlir, ildə bir. Düşdü, bu da düşdü kül başıma. Bəli, bitdi. Bunu göstərdim sizə yaxşı. Orijinal Maxim firmasının dəyər məncə qiymətinə. Sonra gəlin böyükləri göstərin. Çox mega zır paketlərdir. Gəlin bunlardan başlayaq. Ko 2010 adlanan zır paketi. Mən 2 manat almışam, 2.50 almışam. Sonra Black Tiger 2 manat 50 qəpiyə almışam. Sonra Boom Big Bang 2 manat 50 qəpiyə almışam. Yəni getdi böyüklər də yəni. Sonra Super Top, hamı məsləhət eləyirdi bunu. Birinci dəfə aldım. TP 1007. 2 manat 50 qəpiyə almışam. Oy, çox qəşəngi gəlir də. Çox qəşəngi gəlir, apar məni. 4 manat almışam. Boss, orijinal Boss Azərbaycan tapılmayan demək olar ki. 4 OZN almışam bunu. Bomba kimi zır paketdir. Oy, sonra gəlin bunu belə göstərim. Bu da ki belə zır paketdir. YouTube inşallah heç nə deməyəcək. Stili belədir. Qiyməti isə bunun 4 manat idi. Bunu biraz qırağa qoyum. YouTube heç nə deməz inşallah. Amma yəni bu da çox da 4 manat idi qiyməti onun da. 8 AZN idi bu. Mega MK MK mini neydi? MK 5000. Buna baxın. Barmaq neçə kilodur içində heç bilinmir. Neçə kiloluq zır paketdir bu. Yəni 5 kilo olar da içində. Yəni adamın əli gedir də bunu götürəndə. Bunun qiyməti 8 AZN idi. Dəyər, videoya görə dəyər məncə.
Video like atmağa da dəyər məncə. Çünki bu boyda zır paket almışam videoya görə sizin üçün. Bunu bəyənməsəz, mən nə bilim də, kanalımı bağlayacağam da bu videonu bəyənməsəz. Bu boyda pul getdi. Yəni baxın da belə zır paketlər belə buna baxın. Bu qədər pul gedir, yəni bir like-a görə bu qədər pul gedər. Sizdən soruşuram, yəni mən heç olmasa inşallah 300 like gələr buna bu videoya. Yəni videolarımı bəyənin. İnşallah part 11-də gələr inşallah. Yəni bundan böyük zır paket Azərbaycanda tapsaz halaldır sizə. Halaldır. Mən tapmışam, mənə də halaldır, yəni. Sağ olun dostlar, takip atın. Aldığım yeri yadımdan çıxmışdı, indi kommentlərdə söyəsiz. Yəni aldığım yer Sədərək Ticarət Mərkəzi, Şirniyyat bazarı, dəqiq bilmirəm hansı sıra, sektor, bilmirəm nədir orada. Axtarsız taparsınız inşallah. Yəni takip atın. Sağ olun dostlar, like atın, komment yazın gələcək video hansı olsun. Sağ olun. Salamat qalın.